Salam, xoş gördük hər birinizi. Bugün mən sizə 24 saatlıq tavada minimum 45-55 ədəd bilinç yuxasının, krep yuxasının hazırlama qaydasını izah edəcəm. İlk öncə bizə 7-8 ədəd orta ölçülü yumurta lazımdır. Yaxşıca çalandan sonra üzərinə 3 yemək qaşığı şəkər tozu əlavə edirik. 1 çimdik duz. Mən Rusiya istehsalı olan duru yağlarından istifadə edirəm. Siz ürəyiniz istəyən duru yağdan istifadə edə bilərsiniz. Və yaxşıca qarışdırırıq. Məndə stakan ölçüsü 200 ml-dir. Minimum 7 stakan un əlavə olunur. Bir nüansı da qeyd etmək istəyirəm ki, un qatılmamışdan əvvəl istər yumurta ayrıca çırpılmalıdır, çox yaxşıca çırpılmalıdır. Daha sonra bu ardıcıllıqla bütün ədəvaları, şəkər tozunu, duzu, yağı, südü əlavə edirik. Undan əvvəl daha yaxşı qarışdırırıq, möhkəm bir növ yüngül mikser gücündə. Daha sonra hissəli şəkildə unu əlavə edirik. Hər bir məhlulu əlavə etdikcə hər dəfə yaxşı qarışdırmaq lazımdır ki, topaq qalmasın və məhlul duru olsun. Yaxşıca qarışdırdıqdan sonra suyu da unu necə ki biz hissə-hissə əlavə edirik, suyu da hissə-hissə əlavə eləyib qarışdırmalıyıq. Qeyd edeyim ki, su bir balaca ilıq olsa daha yaxşı olar. Hətta biraz ilıqdan da bir balaca isti olsa daha yaxşı olar. Və bütün suyu bir dəfəlik əlavə eləmək lazım deyil. Çünki qarışdırarkən ətrafa dağılacaq, sizə narahatçılıq yarada bilər, ətrafı çirkləndirə bilər, bulada bilər və işinizi artıra bilər. Unu hissə-hissə əlavə etdiyimiz kimi, istəyə meyilli suyu da hissə-hissə əlavə edirik. Yaxşıca qarışdırırıq. Ən sonda isə süzgəcdən keçirilməmişdən əvvəl qabartma tozunu əlavə edirik. Bu, yuxaların yumşaq qalmasına və uzun müddət təravətli qalmasına başlıca səbəbdir. Bunu mütləq şəkildə nəzərinizdə saxlamağınızı xahiş edirəm. Yuxalar qurumur, həm yumşaq olur, həm elastik olur, həm də ki, dadı, təravəti uzun müddət qorunub saxlanılır. Daha sonra süzgəci necə qabın ətrafında yerləşdirməyi mən sizə izah edəcəm. Adicə süzgəc götürürük. Bacardığınız qədər böyük ölçüdə olsa daha sizə rahat olar. Uzun bir qaşıq, çömçə, qaşıq, hansısa bir uzun ölçüdə olan alətdən istifadə edib qaba bərkidə bilərsiniz. Və digər qabı isə rahat şəkildə videoda göstərdiyim kimi süzgəcdən süzüb məhlulun bütün topalarını əridə bilərsiniz. Sırf mən videoda necə göstərirəmsə, o mənə görə, mənim üçün ən rahat vasitədir. Mən illərlə də yəni bu cür süzgəcdən keçirdirəm. Əvvəllər daha indi yadıma düşür ki, kimsə mənə lazım olurdu. Hər dəfə süzgəci mənim üçün kimsə tutmalı idi, kömək eləməli idi. Amma beləncə süzgəcin ucuna çömçə yerləşdirəndə və yaxud da hər hansısa bir uzun qaşıq yerləşdirəndə heç kəsin köməyinə ehtiyac olmadan rahat şəkildə tək başına özünüz sərbəst şəkildə süzgəcdən məhlulu keçirdə bilərsiniz və baxın, süzgəcdən keçirərkən bütün məhlulu şpatula vasitəsilə yaxşı süzgəcə sürtə-sürtə, sanki mazlayırsınız kimi, yağlayırsınız kimi tavanı. Baxın, o şəkildə bütün topaları əridib, süzgəcdən rahat şəkildə keçirdib, məhlulun üzərinə topaq düşmədən əlavə eləyə bilirsiniz. Sanki qatı su kimi alınır məhlulumuz. Daha sonra qaynar suda yarım çay qaşığı sarı kökü yaxşıca həll eləyib məhlula əlavə edirik ki, bu vasitə ilə aylarla marazilkada qalsa da, dondurucuda qalsa da təravəti ölmür və yaxud da 2 gün keçsə belə yuxalar rəngini soldurmur. Çox qəşəng, təravətli, sarı qızılı rəngdə yuxalar alınır. Bunu mütləq yadınızda saxlayın. İndi isə sizə yuxaların rahat, ən yaxşı, yumşaq, əzilmədən, qırılmadan, ən səlqəli şəkildə soyudulma qaydasını izah edirəm. Çay dəsmalı ilə. Yalnız bişirəcəyimiz yerin qazın yanına çay dəsmalını səririk. Çay dəsmallarının üzərində yuxaları bir-bir soyuduruq. Bir növ hər birini 5 saniyə, 6 saniyə saxlayırıq, tək-tək, lay-lay səririk, soyuduruq və beləcə üst-üstə yığırıq. Daha sonra bir kağız parçasını, məsələn 50 ədəd yuxa bişirəcəksə, bir kağız parçasını 4 hissəyə bölürük.
Eynən videoda göstərdiyim kimi uzunsov şəkildə, nazik şəkildə, çox da qalın istəmirəm, enli istəmirəm, kağızlar olsun. Bəzən olur ki, yumşaqlıqdan kağız yapışır yuxaya və cırır. Onu da bəzən olur ki, adamın ola bilər ki, nəzərindən çıxsın və cırılmış şəkildə müştəriyə göndərəsiniz. Bu bir balaca ayıb çıxar. Yəni məsləhət deyil. Bəzən olur ki, kislə yağlayırlar. Bəzən olur ki, yağı birbaşa tavaya tökürlər. Mən elə sevmirəm, çünki onda bilinç yuxalarının bəzi hissələri çox yağlı, bəzi hissələri isə quru qalır. Ona görə də pambıqla yağlamaq daha məsləhətdir. Burada isə indi mən sizə nam-nazik ipək kimi bilinç yuxasının hazırlama qaydasını izah edirəm, göstərirəm. Deməli, bir çömçə məhlulu, xəmiri tavaya əlavə edirik. Tavanın bütün hissələrinə yayırıq. Əlavə qalan hissəni geri qabımıza qaytarırıq. Məhlulun sonunda qalan damlalar tavanın qırağına süzülüb, axıb, qazın üstünü bulamasın, tavanın özünü bulamasın və yaxud da ki, qıraqlara süzüləndə yanır. Bu şəkildə yuxaları bişiririk. Yuxaların üzəri tamamilə quruyandan sonra, tam əmin olandan sonra ki, yuxaların üzərində tamamilə quruyubdur, nəmlik gedibdir, şpatula vasitəsilə mən bir balaca qaldırıram yuxanı və daha sonra isə əllə çevirirəm. Ola bilər ki, kiminsə əlini yandıra bilər və yaxud da ki, qazdan istifadə edərkən bir balaca qorxusu ola bilər. Siz bacarsanız əllə çevirin. Yox, əgər bacarmasanız şpatula vasitəsilə çevirə bilərsiniz. Adətən şpatula ilə çevirəndə silikon olduğuna görə yapışır və yuxanı cırır. Mənə əllə çevirmək daha rahat gəldiyinə görə mən bir balaca şpatulanın qırağından qaldırıb, əllə çevirib və bir 5 saniyə çevrilmiş, qızarmış yuxanı tam qızardana qədər saxlamaq lazım deyil. O çox qurudur. Yuxaları hədsiz dərəcədə çox qurudur. 5 saniyə, 4 saniyə çevriləndən sonra tavada saxladısa, daha sonra tavadan götürüb çay dəsmallarının üzərinə səliqə ilə bir-bir sərib, soyudub və daha sonra 10 ədəd üst-üstə yığıb arasına kağız qoya bilərsiniz. Baxın, təkrar göstərirəm videoda. Bir çömçə tam tavaya yayıldıqdan sonra qalan hissəni geri qaytarırıq qabına. Çırpırıq ki, sonda damlaları tavanın qırağına yayılmasın, qazın üstünə tökülməsin, yanmasın deyə. Tam əmin oluruq ki, yuxaların üst qatı quruyub, nəm qalan yeri yoxdur. Bu o deməkdir ki, alt hissəsi tamamilə qızarıb, tam rahat şəkildə biz yuxaları çevirə bilərik. Çevirdikdən sonra 3-5 saniyə, çox yox, 3-5 saniyə arxa tərəfinin də, iç tərəfinin də bişdiyindən əmin olub, bir-bir çay dəsmallarının üzərində soyuduruq. Eynən videoda göstərdiyim kimi. Mən baxın, burada bəzən üst-üstə yığıram. Əvvəlki yuxalardan, məsələn, qıraqlarından quru qalmışı olsa və yaxud da ki, çox qızarıb, bəzən hədsiz dərəcədə çox nazik alındığına görə də bu olur. Bəzən çox qazın üstündə qaldığına görə də olur. Yuxalar quru olur. Quru olanda qətiyyən narahat olmayın. Sadəcə olaraq onun qırılmaması üçün çalışın. Əsas odur ki, qırılmasın. Qırılmasa, digər isti qaynar yuxaları əvvəlki qurumuş, bərkimiş, daha sərt şəkildə olan yuxaların üzərinə əlavə edib, yuxaların üzərini qaynar, növbəti gələn qaynar yuxalarla, isti qaynar yuxalarla örtüb, qurumuş yuxaları təkrar buxarında yumşalda bilərsiniz. Yəni, israf olmaması üçün, əskik gəlməməsi üçün. Daha sonra bu şəkildə 4-4, 5-5 sayıb və yaxud da 10 yuxaları səlqə ilə hər dəfə saymamaq üçün səlqə ilə arasına kağız qoyub kənara qoya bilərsiniz. Və yaxud da sizə rahat olarsa, kağız qoymaq məsələn yadınızdan çıxıbdırsa və yaxud da ki, sizə kağızla daha rahat deyilsə, siz 5-5, 10-10 üst-üstə yığıb ayrı-ayrı da qoya bilərsiniz. Baxın, 10 ədəd saydım, qoydum qırağa, arasına kağız, üstünə kağız qoydum və növbəti 10 ədəd bilinçki bişirməyə hazırlaşıram. Əgər qıraqları yanıbdırsa, hər hansısa bir qayçı ilə həmin bilinç yuxaları israf olunmasın deyə, sonda sayı əskik gəlməsin deyə, zəhmətiniz
bada getməsin deyə sonda olan yanıq yuxalarının yanıq hissələrini qayçı ilə səlgəli şəkildə, dairəvi şəkildə kəsə bilərsiniz. Eynən mən videoda göstərdiyim kimi. Yəni yanan yuxaları zay və yaxud da ki, keyfiyyətsiz, yararsız yuxa kimi nəzərinizdə olmasın. Baxın, sonuncu yuxa bir balaca quru fason idi, fikir verdinizsə. Mən ona nə edirəm? Sonda gələn isti yuxaları əlavə edirəm, bir növ arasında saxlayıram. O istisində yumuşaq yumuşalacaq, yumuşaq. İnanın Allaha ki, o qədər ipək kimi olur yuxalar. Əzilsə də və yaxud da ki, əyri qalsa da, yenə də cırılmır. Çox elastik olur, çox yumuşaq olur. Baxın, bu cür qayçı ilə səlgəli şəkildə qıraqlarının qarasını götürürük ki, bişirdiyimiz yuxalar səlgəsiz görsənməsin. Baxın, yuxaların qırağı quruyub. Məsələn, ortası yumuşaqdır, amma qıraqları quruyub. Çoxumuz buna rast gəlmişik. Həmin yuxaları 10 ədəd yığırıq üst-üstə. Növbəti gələn qaynar yuxalarla üstünə bir növ sandıq kimi bağlayırıq. Mən burada daha səlgəli alınan, daha qızılı rəngdə olan yuxaları üst-üstə yığıram. Hədsiz dərəcədə çox qızarmış yuxalar məsləhət deyil. Nəyə görə? Çünki onlar dadı bir balaca acı fasondadır. Ondan sonra təravəti tez ölür. Qızılı rəngdə çalışın, hazırlayın və qızılı rəngdə sırf müştərilərə göndərin. Baxın, bu da yuxaların nazikliyi. Kağızla göstərirəm. Baxın, əlimin belə izi görsənir, rəngi görsənir. Kağızla da göstərirəm ki, sizə daha aydın olsun, təsəvvürünüz yaransın ki, yuxalar nə dərəcədə yumuşaq olur. Baxın, qıraqları tamam yumuşaqdır, özü də yumuşaqdır. Deməli, 40 ədəd bilinçik yuxası tam hazırdır. Və yola sala bilərik. Əgər bizim göndərilməsinə vaxtımız varsa, tutaq ki, müştəri deyibsə 1 saata, 2 saata gələcəm, o zaman çay dəsmalının arasında saxlamalıyıq. Daha sonra qutumuzu açırıq, içərisinə falqa kağız yerləşdiririk ki, həm səlgəli olsun, həm gigiyenik olsun, həm də daha ürəyə yatan olsun. Ehtiyatla bilinçik yuxalarını qutuya qoyuruq. Sərt hərəkət eləmək olmaz, çünki kövrək və çox nazik olduğu üçün cırılmağa çox meyilli ola bilər. Ehtiyatla qutuya qoyuruq, ağzını bağlayırıq. Daha sonra səhifəmizin logosundan ibarət stikeri yerləşdiririk, yapışdırırıq qutunun üzərinə. Lenti isə baxın bu şəkildə israf etmədən ölçüb kəsirik. 2 dəfə eninə, 2 dəfə uzunluğuna və daha üzərinə 30-35 sant əlavə gəlirik və kəsirik. Üstəgəl şəklində bağlayıb, yüngülcə düyün vurub bant bağlayırıq. Üzərinə təşəkkür kartı və vizit kartını əlavə eləməyi unutmuruq. Çünki bəzən olur, müştəri nömrəmizi itirir, Instagram səhifəmizi itirir. Vizit kart vasitəsilə bizimlə təkrar əlaqə saxlayıb sifariş verə bilir. Əzizlərim, bugünkü dərsimiz bura qədər. Hər bir kəsə faydalı olsun. Hər bir kəsə bol ruzi bərəkət, sağlıqlı günlər, xeyirli ruzi bərəkət arzu edirəm. Fikirlərinizi təlim haqqında, düşüncələrinizi mənimlə bölüşsəniz çox şad olaram. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun, var olun.